Gəldi Qafqaz müsəlmanlarına xitab. Əssalam ey əhali Qafqaz, ey rəsani sahibül izaz. Deyir, salam olsun ey Qafqaz əhalisi. Ey reysani sahibül izaz. Yəni izaz əziz mənasında. Hörmət sahibi olan əziz insanlar. Əssalam ey güruhi xeyr əsər. Xeyr sözü xeyr. Xeyirli iş görən insanlara salam olsun. Millətin qeyrətini çəkən şəxslərə salam olsun. Dad-ı fəryad, yəni fəryad çəkir. Ey güruhi izam, hörmətli adamlar, fəryad edirəm ey hörmətli adamlar. Oldu zayə bu milləti İslam, bu İslam milləti zay oldu. Günü gündən zəlil-ü xar oluruq, günü gündən zəlil oluruq deyib biz, hörmətdən düşürük. Möhnət-i qüssəyə düçar oluruq. Möhnət qüssə, yəni həsrət, qəm, kədərə tuş gəlirik bu mənada. Bu qədər dərd kim olur hadis, ona bir elmlik olur bais. Bu qədər ki dərd var, bütün bunların səbəbi bir elmlik, yəni elmsizlik. Elmsizlik deyir, bunların səbəbidir. Bir bəladır bu dərd-i nadani ki, onun elm olubdur dərmanı. Deyir ki, bu nadanlıq bir dərddir, bəladır ki, onun dərmanı ancaq elmdir. Bu təəccübdir, ey güruhi bəşər. Bir kişi yatsa, naxoş olsa əgər. Deyir, bu təəccüblüdür, güruhi bəşər, bəşər insanlar deməkdir. Deyir, ey insanlar, deməli, bu təəccüblüdür ki, əgər bir kişi yatsa, yəni xəstə olsa, xəstə yatsa bu mənada. Əgər bir kişi xəstə yatsa, axtarır bir təbibi danadil, ta ki səhəti ola ona hasil. Xəstələnsə, deyir ki, təcrübəli, təbibi danadil, yəni təcrübəli. Təcrübəli bir həkim axtarır ki, sağalsın. İndi naxoşdur milləti İslam, ona lazımdır eyləmək əncam. Deyir, indi İslam milləti xəstədir. Ona çarə qılmaq lazımdır. Dərdimizdir. Bu dərd-i nadanlıq ki, tutubdur bizi pərişanlıq. Deyir, dərdimiz nadanlıq, elmsizlik dərdidir. Buna görə də biz pərişanız. Qeyrilər etdilər tərəqqi-i tam, qaldı zillətdə firqi-i İslam. Deyir, başqa millətlər tam inkişaf ediblər. Amma İslam milləti inkişaf edə bilmir. Zülmətdə qaldı. Hər vilayətdə var 5-10 kəsəbə, 50.000 seyirdir, axud tələbə. Deyir, hər vilayətdə 5-10 kəsəbə, 50.000 seyid, axund və onun tələbəsi var. 50 dərviş, 50 mərsiyə xan, hamının sözləri tamam yalan. Deyir, 50 dərviş var, 50 mərsiyə deyən adam var, amma hamının dediyi yalandır. 50.000 suxtə, 50.000 sail, 50.000 hoqqabazi naqabil. Deyir, 50.000 dərdə, əzaba düçar olan, 50.000 dilənçi, sair dilənçi, suxtə, əzaba düçar olan, sonra 50.000 hoqqabazi naqabil, yəni qabiliyyətsiz hoqqabazlar var. Hamının fikri xalqı soymaqdır. Hamının fikri. Quru yerdə bu xalqı qoymaqdır. Xalqı bunlar qurublar dam, yəni tələ. Xalqa bunlar deyir, tələ qurublar. Bir bunu anlamır, qövmü avam. Bir bunu avam cəmat bunu anlamır. Bizə qeyrilər elləyir töhmət, çün tərəqqi edibdir hər millət. Deyir, bizə başqa deyir, xalqdan olan adamlar töhmət eləyir. Deyir, çünki bütün millət tərəqqi eləyir, inkişaf edibdir. Gerçi var işlanan tək-tək kişi, əksər xalq avamdır bir şey. Deyir ki, var. Deyir, elmin mahiyyətini danan tək-tək insanlar var. Yəni, çox az olan tək-tək insanlar var. Amma çoxu avamdır, ağılsızdır. Bilmirik biz hədis mənasını, qanmırıq əhl-i şər fitvasını. Biz hədislərin mənasını bilmirik. Şər əhlinin fitvasını, yəni tələsini anlamırıq. Bir xəbər olmuşuq şəriətdən, başımız
Başımız çıxmır elmi hikmətdən. Bir şəriətdən xəbərsiz olmuşuq, elmdir, hikmətdir, bunu anlamırıq biz. Kəsb üçün Həzrəti Rəsulullah dedi, əl-kəsibu Həbibullah. Deyir, Məhəmməd Peyğəmbər kasıblar üçün deyir ki, Allah halal zəhməti ilə qazananın dostudur. Bu hədisdir. Qurandan motivlər deyil. Deyirəm, bilin. Bu hədisdir. Burada Qurandan hansısa bir ifadə verilməyibdir. Sonra, zinət-i şəxs ilmi insandır, elmsiz şəxs misli heyvan. Deyir ki, deməli, zinətli şəxs mərifətli, elmli olan insandır. Elmsiz insan heyvana bərabərdir. Çünki var idi bizdə nadanlıq, bizə üz verdi, çox pərişanlıq. Deyir, bizdə nadanlıq nə qədər ki var, həmişə də çoxlu pərişanlıq olacaq. Gələk əsərlə bağlı qeydlərimizə. 19-cu əsr ədəbiyyatına aiddir. Şairin maarifçilik ideyaları əks olunubdur. Əruz vəznində, xəfif bəhrində yazılıbdır. Beytlər şəklindədir, ikilikdir. Məsnəvi formasında qafiyəsi var. Həsən bəy Zərdabiyə müraciət edərək bu şeiri özünün Qafqaz müsəlmanlarına məktub adlandırıbdır. Bax, bu da yenə deyirəm. Burada da bir belə deyirlər ki, Həsən bəy Zərdabiyə yazıldı. Əsərin içində Həsən bəy Zərdabiyə müraciət yoxdur. Şeirin özündə Həsən bəy Zərdabinin adını çəkib ona müraciət eləmir. Məsələn, formasında, bunu dedik, Əkinçi qəzetində nəşr olunubdur. Şair gerilikdən xilas olmanın yollarını göstərir. Bəli, deyir, elm öyrənin, deyir ki, azad olundan bu bəlalardan. Əsərdə şairin maarifçilik ideyaları var. Mövzu maarifçilik mövzusundadır. İdeya millət tərəqqiyə, inkişafa, xoşbəxt həyata yalnız elmə yiyələnməklə nail ola bilər. Maarifçi şair Qafqaz əhalisinin digər xalqlarda geridə qalmasının səbəblərindən, günahlarından cəsarətlə söz açır. Doğma xalqının düşmənlərini qəzəb nifrətlə ifşa etməklə yanaşı, mütərəqqi, yəni inkişaf yönümlü ideyaları təbliğ edir. Nöqsanları aradan qaldırmaq üçün, geridə xilas olmaq üçün yollar göstərir. Bu da yol nə idi? Elm idi. Şeirdə mədəni gerilik, tərəqqi, inkişaf yolunda ləngiməni göstərir, səbəblərinə toxunur. İnkişaf və tərəqqiyə çağırış var. Əsər Qafqaz əhalisinə, hörmət sahiblərinə, xeyir iş görənlərə, millətin qeyrətini çəkənlərə, hörmətli adamlara müraciətlə başlayır. Bəli, ilk iki beyt olmalıdır səfərlərimizə ya da səsin görür idi. Bir dəqiqə bunu dəqiqləşdirək. İlk üçdədir bu. İlk üç beytdə. Millətimizin gündən günə gözdən düşdüyünü, hörmətsiz olduğunu, dərdə bəlaya düçar olduğunu bildirir. Bu qədər dərdə isə elmsizliyin səbəb olduğunu söylüyor. Göstərilir ki, nadanlıq dərdi bir bəladır. Onun dərmanı elmdir. Onun dərmanı elmdir. Qeyri-millətlilərlə deyir ki, bizim milləti müqayisə edir. Onların tərəqqi etdiyi, bizim isə zillətdə, zülmətdə qaldığımızı deyir. Şair xalqa tor tələ quranlar dedikdə din xadimlərini nəzərdə tutur. Fırıldaqçı, hoqqabaz din xadimlərinin fikri yalnız xalqı soymaqdır. Şair həyatda müşahidə edilən nöqsanların, eyiblərin səbəbini elmsizliklə əlaqələndirir. İnsanın bəzəyi elmdir, mərifətdir. Elmsiz insan heyvana bənzədilir. Nadan insanın başına çox müsibətlər gəlir. Əsərdə acgöz məmurların xalqa zülm etməsi, Çar hökumətinin müstəmləkəçilik, bax burada məmurların zülmü yoxdur. Çar hökumətinin siyasəti yoxdur. Yeni məktəblərdə tədris üsulu yoxdur. Burada yalnız elmsizlikdir. Maarifdir ancaq. Burada siyasət falan yoxdur. Və satirik şeirdə deyil. Bu belə. Seyid Əzim Şirvani Güşqıl müxəmməsi. Güşqıl, ey ki bilirsən özünü vaqif-i kar.
Agah ol, gör ki nədir nalə-i nəğmi-i tar. Nədir ol xuş qolan çudda bu nalə-i zar ki, sədasından onun qarət olur səbr qərar. Açma sən pərdəni, hər pərdədə 100 əsrar var. Deyir ki, özünün işlərin bilicisi sanan insan, yəni vaqif insanlar, hər şeydən xəbərdar insanlar. Demək, şiir vaqif insanlara müraciətlə başlayır. Qulaq as deyir. Neyin naləsi, tarın nəğməsini gör ki, agah ol. Neyin naləsi, tarın nəğməsini gör ki, agah ol. O quru çubuqda, yəni neyi nəzərdə tutur? Bu xəstə naləsi nədir ki, onun sədasından səbr qərarımız yoxa çıxır. Yəni deyir ki, ney quru çubuqdan hazırlanıbdır. Burada sanki bir xəstə naləsi gəlir. Bu sədadan, bu səsdən bizim səbrimiz, qərarımız yoxdur. Pərdəni açma. Hər pərdədə 100 sir var. Bax, deyir, pərdəni açma. Birdən bunu testə verər, deyək ki, pərdəni aç şəklində. Səbəbini axtarma deyir. Pərdəni açma, yəni o deməkdir ki, səbəbini axtarma. Bu mənadadır. Aha. Keçsək ki. Qoymaz ol tarı müğənni niyə ağuşindən. Düşməz o xanə bərəndazların doşindən. Huş ilə cuş edə hər kimsə gedər huşindən. Pəmbəyi qəflət çəksən dərxi can guşindən. Ta ki əsrar-ı nihanə olasan bərxurdar. Deyir, o müğənni niyə qucağından tarı qoymur yerə? O səsi ilə adamın evini yıxan. Deyir, evi yıxılmış nə qəşəng oxuyur. Yaxşı mənada. Burada da o mənadadır, bax. Bu da demək istəyir ki, yəni o müsbət mənada o demək istəyir də, o səsi ilə adamın evini yıxan, yəni adamı valeh eləyən o musiqi alətinin niyə çiynindən düşmür? Hər kimsə ağlı ilə qulaq assa, ağlı gedər. Sən qəflət pambığını qulağından çıxar ki, gizli sirlərdən xəbərdar olasan. Qəflət pambığını qulağından çıxar ki, gizli sirlərdən xəbərdar olasan. Yəni deməkdir ki, ağılla qulaq assan, ağlını itirərsən. Qəflət pambığında qulağından çıxar. Yəni cahiliyə at. Tut bərabər dəmi isayə müğənni dəmini. Qılıb ehya özünü, seyr elə ruh aləmini. Zir qəm olma, eşit nəğmi-i zil-ü bəmini. Çəkmə aqilsən əgər, bəhrid müxalif qəmini. Şurə gəl, nəğmə ilə çək qəmi dünyaya həsar. Deyir, müğənninin nəfəsini İsa'nın nəfəsinə bərabər tut. Müğənninin nəfəsini İsa'nın nəfəsinə bərabər tut. Özünü canlandırıb ruh aləmini seyr elə. Qəmin əsiri olma, qəm çəkmə. Nəğmənin zilini, bəmini eşit. Əgər aqilsənsə, yəni necə deyim, kamil, aqil kamil deməkdir. Yəni deyir, əgər kamilsənsə, o biri dünyanın qəmini çəkmə. Cuşa, həvəsə gəl, dünyanın qəminə nəğmə ilə tasarsın. Yəni demək istəyir ki, qəmin varsa, həmin qəmi yox eləmək üçün nəğməyə qulaq as və o qəmin çıxsın, getsin. Əgər deyir, kamilsənsə, dünyanın qəmini çəkmə heç. Və deyir ki, müğənninin nəfəsini İsa'nın nəfəsinə bərabər tut. Musiqi məclisinin əhli gərək əhli bəsər. Ta görə pərdeyim, əsrarda 100 nəqş-ü süvər. Kim ki zövq əhli deyil, anı hesab eylə həzər. Ləhni Davud eləməz, növü cəmadətə əsər. Məni ərbabı edər, güş çıxan ey huşyar. Deyir, musiqi məclisinin əhalisi gərək görən olsun ki, gizli pərdədə 100 naxış və bəzəkləri görsün. Deməli, musiqi məclisinin əhalisi gərək görən olsun ki, gizli pərdədə 100 naxış və bəzək var. Kim ki zövq əhli deyil, onu daş hesab eylə. Aha. Bu zövq əhli məsələsi şeydə də vardı, Leyli və Məcnunda. Kimə etibarı yox idi, zövq əhlinə etibarı yoxdur. Burada da deyir ki, zövq əhli olmayanı daş hesab elə.
Davudun təsirli səsi cansız əşyalara, yəni burada cansız əşya deyəndə zövq əhlindən olmayanları nəzərdə tutur. Onlara deyir, əsər eləməz. Burada ey huşyar, yəni ağıllılar mənasındadır. Deyir, ey ağıllılar, mənalı söz eşitmək insanın böyük edər. Yəni, deyir ki, Davudun təsirli səsi cansız əşyalar, yəni zövq əhli olmayanlara təsir eləməz. Deməli, müğənninin nəfəsini, İsa'nın nəfəsinin bərabər tutdu. Davudun təsirli səsi də deyir ki, yəni ki, cansız əşyalara təsir eləməz. Yəni zövq əhli olmayana təsir eləməz. Bir də burada deyir ki, zövq əhli olmayanı daş hesab elə. Zahida, Tanrıya bax, məclisi irfandır bu. Tarı əsbab-ı mənahi demə, böhtandır bu. Meyi gör, saqiyə bax, kövsər qılmandır bu. Cümləsi pərtöv-i ruhsari-i sübhandır bu. Meydə hək nurunu gör, səhvinə qıl istiğfar. Deyir, ey zahid, bax, müraciət edir. Son bəddə müraciət var. Ey zahidə deyir, Tanrıya bax, bu məclis-i irfan, yəni dərk edən adamların məclisidir. Tara qadağan olunmuş alət demə, bu böhtandır. Meyi gör, yəni şərabı gör, şərab paylayanlara bax. Şərab paylayanlara bax, bu cənnətdəki bulaq və xidmət edənlər. Buradakı meyin digər mənası, yəni demək ki, musiqinin gücünü gör. Bu mənada, yəni musiqinin gücünü gör. Mey bu mənadadır. Bu cənnətdə ki, bu musiqinin gücünü gör, musiqini oxuyanlara bax, bunların hamısı alqışlanmalıdır, deyir. Şərabda, şərabla burada yerə də deyirəm, mey burada tam şərab mənasını vermir də, musiqi mənasında daha çox işlənibdir. Və deyir ki, sən deyir, musiqidə haqqın nurunu gör, səhvinə görə üzr istə, yəni deyir, səhvinə qıl istiğfar, yəni səhvinə görə üzr istə deyir ki. Burada sonra deyərəm, əsər təhlilini deyim, ondan sonra öz qeydlərimi də deyərəm. Bax, burada Orfeyin oxuduğu nəğmələr deyilir. Bax, bu əsərin təhlil hissəsinə aiddir. Əsərdə bu yoxdur. Əsərdə bu yoxdur, bax, bunu deyim. Seyyid Əzim Şirvaninin ictimai məzmunlu şeirlərinin içərisində insanların musiqidən zövq almağa səsləyən, musiqidən zövq almağa səsləyən Güşqün müxəmməsi də var. Şair oxucunun musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsarət təbliğatçılarının, zahidlərin boş, əfsanə sözlərinə uymamağa səsləyir. Sənətkarın fikrincə tar çalmaq, rəqs etmək, riyakar cəhalətpərəst ruhanilərin iddia etdiyi kimi günah deyil. İnsan musiqidən həzz almalı, musiqi alətlərindəki səsin mənasını, hikmətini, sirrini duymağa qabil olmalıdır. Şair öz fikirlərini əsaslandırmaq üçün İsa Peyğəmbərlə bağlı rəvayətə müraciət edir. Bax, bu var artıq, bu şeirdə var. Nə var? Yəni, İsa'nın nəfəsini bərabər tutur. Daha doğrusu, müğənninin nəfəsini İsa'nın nəfəsinə bərabər tutur. Çünki İsa Peyğəmbərin nəfəsində ölmüş insanı həyata qaytarmaq qüdrəti varmış. Musiqidə insan ruhuna, daxili aləminə möcüzəli təsir göstərir. Ona hədsiz zövq, xoş ovqat bəxş edir. Musiqini başa düşməyən, ondan həzz almağı bacarmayan insanın ruhu yoxdur. O cansız əşyadır, daşdır. Və əğuz vəznində yazılıb düşdü. Müxəmməs janrındadır. Şeirdə alınmaz sözlər çoxdur. Bütün bunlara baxmayaraq yenə də nəsə deyir, oxunur, eləyir. Bu heç rəməl bəhrində yazılıbdır. Rəməl sözünün mənası deyir ki, ağır-ağır, ləngərlənə yermə. Həqiqətən görürsən, şeiri oxuyanda belə ağır-ağır oxumaq istəyirsən, onu tez-tez, rahat oxuyub gedə bilmirsən. Məsələn, o biri
Qafqaz müsəlmanlarına xitab Hədəc bəhrində idi. Onu məsələn tez-tez, mülayim şəkildə oxuya bilirdin. Amma bunu ağır-ağır, ləngələnə, yavaş-yavaş oxumaq, təmkinlə oxumaq lazımdır. Və digər qeydlərdə Rəməldə yazılıbdır, lirik növdədir, Muhammed Şamlıdır, Vahidi Bəsdir. Klassik poeziya ənənələrinə əsasən yarandı. Alınma sözlər çoxdur, amma deyək ki, məzmunla bağlı mənanı dərk etmək olur. Şair oxucunu musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsarət təbliğatçılarının, zahidlərin boş əfsanə sözlərinə uymamağa səsləyir. Sənətkarın fikrincə tar çalmaq, rəqs etmək, riyakar, cəhalətpərəst ruhanilər iddia etdiyi kimi günah deyil. Deyək ki, tar çalırsan, rəqs edirsən, bu deyək ki, günah deyil. İnsan musiqidən həzz almalıdır. Musiqi alətlərindəki səsin mənasını, hikmətini, sirrini duymağa qabil olmalıdır. Şeirin dili qəlizdir, alınma sözlər var. İctimai məzmunlu şeirlər artıq. Bax, yenə deyirəm. Birdən buna da deyər ki, bu satirikdir. Yox, satirik deyil. İlk misradan başlayaraq oxucuda nikbin ruh yaranır və sonradan davam edir. Nikbin ruhdadır. Lirik qəhrəmanın sona doğru ovqatı kədərli notlara köklənir. Lirik qəhrəman sona doğru kədərlənir fikirləri yanlışdır. Yəni, kədər yoxdur. Zildə, yəni ki, bu deyək ki, ilk misradan sona qədər nikbin ruhdadır. İlk misradan sona qədər nikbin ruhda olmağı bu nəylə oxşardı? Bax, bahar fəsli yaz ayları gələndə, yəni birinci dağlarla oxşar götürə bilərik. Sonra zildə olan səs Tanrıya daha çox yüksələ bildiyi üçün bəm səslə nisbətən yüksək qiymətləndirilən fikri yaşayır. Yəni, deyək ki, zili, bəmi müqayisə eləmək belə şey yoxdur. Zil yaxşıdır, bəm pisdir, bəm yaxşıdır, zil pisdir, bu şey yoxdur. İctimai məzmunlu olan bu şeirdə musiqidən zövq almağa çalışır. Şair öz fikrini əsaslandırmaq üçün dini rəvayətə müraciət var. Amma Orfey məsələsi şeirin içində yoxdur, o təhlildə var sadəcə. Musiqini başa düşməyənlər daş timsalındadır, bəli, zövq əhli deyil çünki onlar. İnsan musiqi alətindəki səsin hikmətini, sirrini duymağa qabil olmalıdır, bəli. Mühəmməddə Orfeyin oxuduğu gözəl nəğmənin hər tərəfi heyran etməsindən danışılır. Baxın, necə dedim. Bu məqam əsərin məzmununda yoxdur. İlk misradan başlanan nikbin ovqat sona qədər davam edir, bəli. Şeirin yazıldığı bəhri məzmununa uyğunluq baxımından uyğundur. İsa, Davud kimi dini şəxslərin adı çəkilir. İsa'dır, Davuddur, adları çəkilir, bəli. Müğənninin səsini İsa'nın nəfəsinə bərabər tutmaq vurğulanır. Müğənninin səsini Davud peyğəmbərin səsinə bənzədilir, bəli. Deyir, müğənninin səsi İsa'nın nəfəsinə bərabər tutulur. İsa'nın nəfəsində çünki ölüləri diriltmək kimi bir qabiliyyəti vardı ona görə. Amma deyir, o da sadəcə deyir ki, Davud peyğəmbərin deyir, səsini eşidən və bundan heyrətlənməyən insan daşdır. Bunu demək istəyir. Müğənninin səsi, Davud peyğəmbərin səsi yoxdur burada. Əsər bəhrin tələbinə uyğun olan bu heç təmkinlə oxunur deyir əsər. Bax, deyir, mənəvi əsarət təbliğatçılarına uymamaq təbliğ olunur. Yəni, demək istəyir ki, musiqi haramdır filan, bu sözləri deyənlərdən qaçın, bunu demək istəyir. Musiqidən həzz almağı bacarmayanlar ruhsuz kimi təsvir olunur. Bəli, daş, ruhsuz, bu cür. Əsərin oxusu başdan sonaca nikbin hissi davam edir. Bəli. Bu dedim, dağlara dair. Dağlarda sonuncu bətdə bidancı, bədbinlik var, amma yenə də dağlarla oxşardır. Bahar fəsli yaz ayları gələndə ondan başlayalım. Tara atılan böhtana səssiz qalmayan müəllif tarı günahların səbəbi kimi adlandırmamağa çağırır. Mahnıya ağlı ilə qulaq asan ağlından gedər deyir. Meydəki haqq nurunu gör, tövbə etməyə dəvət olunur. Meydəki, yəni mahnı. Neyin burada mahnı deyil, yəni mahnıda olan da haqq nurunu gör. Adil insanlara bu dünyanın dərdini çəkməmək, yəni kamil insan bu dünyanın dərdini çəkməsin deyil. Gizli sirlərin əyan olması üçün qəflə tutan bunu qulaqdan çıxarmaq lazımdır. Şair məclisin əhlini əhli bəsər hesab edir. Əhli bəsər, yəni bəsirətli də, belə deyək də, qafilliyin, nadanlığın başına atan insanlara deyilir. Mahnı ilə dünya qəmminə hasar çəkmək tövsiyə olunur. Müəllif əsəri din xadimlərinə müraciətlə yazıb ki,
Əsərdə musiqini haram sayan ruhanilər satira hədəfi yoxdur burada. Satira hədəfi yoxdur. Sonra gəldik. Gəmin əsiri olmamaq təbliğ olunur. Şeirdə zahidə xitab edən müəllif musiqi məclisi irfan məclisinə bənzədir. Ona məsləhət görür ki, burada demək istəyir ki, yəni ki, şeydə bir zahidə xitab edən müəllif musiqi məclisini irfan məclisinə, irfan məclisi yəni alimlərin məclisinə bu mənada bənzədir və zahidə məsləhət ona, yəni zahidə məsləhət görür ki, Tara günahların səbəbi deməsindir. Tar niyə günahların səbəbi olur ki? Hər pərdədə yüzlərlə sirrin olduğu vurğulanır. Tarın sədasından səbrin tarımar olmağı ifadə edilir. Bəli, ki, tar elə deyir ki, səs çıxarır ki, adamın səbri qərarı qalmır. Hər pərdədə naxış və bəzəyin olması fikri var. Şeirdə ana laylasına yer verilmir. Haqqında da danışılır. Bəli, burada layla teması yoxdur. Müxəmməsində musiqinin insan ruhuna, daxili aləminə möcüzəli təsir göstərməsi ifadə olunur. Sonra burada başqa nə var? Nikbin ruh var. Kədər motivi yoxdur burada. Sonra satira deyil. Satira əsla. Şeir bax müraciətlə başlayır. Kimlərə? Vaqif ikar, yəni hər şey bilən insanlara. Bu başqa hansı şeirlərdə var ki, müraciətlə başlamalı. Bax, Badi Səba mənim dəqiqliyimi. Burada da şeir müraciətlə başlayır. Qafqaz müsəlmanlarına xitab müraciətlə başlayır. Gənclərə nəsihət xitabla başlayır. Sonra bax, burada adı çəkilən musiqi alətləri var. Ney var, tar var, bax bunların adları var. İlk bətdə, son bətdə xitab var. Sonra başqa. Bax, İsa Peyğəmbərin adı çəkilir burada. Başqa harda var? Leyli və Məcnun əsərində. Deyir ki, kamillikdə İsa kimi idi, deyir. Məcnun haqqında deyilir. Dəhnamə, İsa Peyğəmbərin adının çəkilməyi var. Bir də bu şeirdə var. Deyirdim, İsa Peyğəmbərin adını çəkilməyi Leyli Məcnunda vardı, Dəhnamədə vardı, Güşqılda vardı. Leyli Məcnunda kamillikdə deyir ki, Məcnun İsa kimi idi. Dəhnamədə Səba özünü deyir Məsihidən sazanlandı ki, aydır ki, yəni dedi ki, o xoş avaz mənəm. Ölmüşlər üçün Məsihi dəmsaz mənəm. Orada Səba özünə deyir. Səba özünü elə adlandırır. Sonra bir də ki, burada meyi şərab kimi verirlər, amma klasik ədəbiyyatda mey sevginin simvoludur. Burada da böyük ehtimal ki, mahnı, musiqini nəzərdə tutub mey deyəndə. Şeirdə nələr ifadə olunubdur? Musiqi insanı dünya qəmindən uzaqlaşdıra bilər. Şair tarın qadağan edilmiş alət olmasını böhtan hesab edir. Şeir musiqini anlamayan insanlara müraciətlə yazılıbdır. Burada iki dənə dini rəvayət var. Biri İsa Peyğəmbərlə bağlı olan rəvayətdir. Biri İsa Peyğəmbərlə olan rəvayətdir. Digəri Orfeydir, amma Orfey şeirin içində deyil. Musiqini huşla, güclə dinləyən, yəni ağılla dinləyən insan həm ağlını itirər, amma gizli sirlərdən də faydalanır. Yəni bəsirət gözünü açan insan gizli sirlərdən faydalanır. Sonra bax, burada müraciət obyektləri vardır. Ey huşyar, vaqif ikar, ey ki zahid. Bax, bu müraciətlər idi. Aqil insan, yəni kamil insan musiqi ilə dərdini unudar. Bax, burada
İrfan Məclisinin adı çəkilir, yəni Alimlər Məclisi. Amma bu məclisə kimisə dəvət eləmir. Sadəcə deyir ki, bu məclis sanki İrfan Məclisidir bu. Aha. Sonra bax, musiqi məclisinə qadağa qoyulmayıb şeirdə. Sonra deyir ki, musiqi məclisinin əhalisi yeni sirlərdən xəbərdar olublardı. Və bu da belə bitdi.